Tam dövlət kursları və dövlət quluna hazırlaşan namizədlər. Bu gün biz sizə müsahibə ilə bağlı yeni bir formatda video təqdim edirik. Müsahibə necə aparılmalıdır, necə olmalıdır məsələsi. Biz bununla bağlı ilk müsahibəmiz maliyyə ilə bağlı keçirilmişdi. İkinci bir müsahibəmiz qida ilə bağlı təşkil eləmişdik və üçüncüsü isə Gənclər Vidmanla bağlı təşkil eləmişik. Və belə bir şey qeyd edək ki, bu müsahibələrin necə aparılması və həmin imtahanda praktiki cəhətdən necə suallar verilməsinə bağlı bir məsələlərdir. Biz onları öz üzərimizdə qeyd eləmişik. Həmin Nuray xanıma suallar verəcəyik. O da cavablandıracaqlar. Mən Samir Dəmirov belə deyim, şərti olaraq gedirik. Həmin dövlət orqanının nümayəndəsi olaraq Miri bəy Dövlət İmtahan Mərkəzinin nümayəndəsi olaraq Gültəkin xanım isə müstəqil ekspert olaraq çıxış edirlər. Və Nuray xanım isə bizim suallarımıza cavab verəcək şəxsdir. Nuray xanım sizə də uğurlar arzulayıram və başlayırıq suallarımıza. İlk sual məndən gəlir. Nuray xanım, Gənclər Günü nə vaxtdır? 2 fevral. Bəli. Bəs yaxşı Nuray xanım, niyə 2 fevral Gənclər Günüdür? Çünki Gənclərin ilk forumu 1996-cı ildə fevralın 2-sində keçirilmişdir və bir il bundan sonra həmin gənclərin bir qrupu ümummilli liderə təklif verdi ki, ümummilli lider də bu təklifi qəbul etdi. Yəni 2 fevral həmin Gənclər Günü kimi qeyd olunsun və ümumiyyətlər tərəfindən bu qəbul olundu və hər il bizdə Gənclər Günü kimi qeyd olunur. Gənclər Bəli. Bəs yaxşı Nuray xanım, həmin bu 2 fevral Gənclər Günü bizdə ilk gündür yoxsa qeyri-iş gündür? iş günüdür. Tamam. Hal-hazırda bildiyimiz kimi hər il bir rayon Gənclər paytaxtı elan olunur. Bu ilin Gənclər paytaxtı hansı rayondur? 2026-cı il üçün Gənclər paytaxtı Goranboy şəhəri seçilmişdir. Bəli. Bəs yaxşı Gənclərlə bağlı olaraq hansı qeyri-hökumət təşkilatlarını tanıyırsan? Qeyri-hökumət təşkilatları Azərbaycan Maarifçi Gənclər Təşkilatı, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Demokrativ Tələbə Gənclər Təşkilatı, Azərbaycan Qaçqınlar və Məcburi Köçkünlər Gənclər Təşkilatı, Dalğa Gənclər Hərəkatı, Gələcəyə Körpü Doğru Gənclər İctimai Birliyi. Kifayət edir. Kifayət edir. Bəs hansı rayonlarımızda Gənclər ev var? O barədə məlumat verin görək. Bir çox rayonlarımızda Gənclər evi var. Sabunçu rayon Gənclər evi, Suraxanı Gənclər evi, Xəzər Gənclər evi, Balakən Gənclər evi, Quba Gənclər evi, Qaradağ Gənclər evi, Lənkəran Gənclər evi, Pirallahı Gənclər evi, Hı. Kifayət edir. Bəs Tovuz rayonunda Gənclər evi varmı? Tovuz rayonunda bəli. Bəli, var. Bəs gənclərin hansı problemləri var? Buyurun görək. Gənclərin bir çox problemləri var. İşsizlik, asudə vaxtın düzgün idarə olunmaması, alkoqol asılılığı, narkomaniya və psixotrop maddələrə azadəçilik, başqa belə. Məsəl üçün, bəzi məsələlərdə mən sizə kömək üçün göstərə bilərəm. Hal-hazırda gənclərin böyük problemlər içərisində düz işsizliyi vurğuladınız, asudə vaxt məsələsini vurğuladınız. Sosial Hal-hazır buyurun, belə. deyə bilirsən? Mhm. Sosial belə deyim, Bəli, ona məsələ, bəli, düz buyurursunuz. Sosial şəbəkələrdən sosial şəbəkələrdən hal-hazırda aslında düzgün bəli çox istifadə istifadə. edilməməsi, Düzgün istifadə. onlardan asılılıq Hı, məsələsi, bəli, bəli. narkomaniya məsələsi, onlar artıq çox gənclər arasında geniş vüsət alır. Daha sonra isə əlavə eləmək olar ki, bu gənclərin Qumara asılı vaxtın azadəçilik. düz dediniz. Daha sonra isə gənclər arasında nikahın müəyyən qədər Evet, tez nikaha tez girmə olması. məsələsi və bunlar da belə eləmək olar. Hələ mənim suallarım bu qədər və mən yenidən davam edəcəm. Miri bəy, buyurun, siz suallarınızı verin. Nuray xanım, deyə bilərsiniz, qulluq funksiyalarınız nələrdir? Qulluq funksiyaları deməli, Gənclər və İdman Nazirliyində ə, birinci növbədə olaraq ə, deməli Gənclər Evinin sosial xidməti müəssisələrində fəaliyyət istiqamətləri üzrə təsis edilmiş klubların, dərnəklərin, mərkəzlərin işini həyata keçirilməsi istiqamətində fəaliyyətini təşkil edir və gənclər siyasəti sahəsində qəbul edilmiş dövlət proqramlarından irəli gələn fəaliyyətin həyata keçirilməsində ə, iştirak edir. Bir də gənclərin asudə vaxtının təşkili üzrə vəziyyəti öyrənilməsində və təhlil edilməsində iştirak edir. Gənclərin problemlərin öyrənilməsi və onların arada qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak edir. Sektora daxil olan müraciətləri Kifayət edir. araşdırır və cavablandırır.
Deyə bilərsiniz, dövlət qulluğunda olan hansı şəxslərdir ki, onların xidməti, fəaliyyəti qiymətləndirilmir? Yardımçı vəzifəli olan şəxslər. Ha, başqa kimlər demək olar? Mənim fikrimcə yalnız inzibati orqan, inzibati vəzifəli olan şəxslər qiymətləndirilir, yardımçılar qiymətləndirilmir. Əlavə olaraq demək olar, ali kateqoriyanın ali üçüncü təsnifatı, həmin şəxslərin də belə deyək də, xidməti fəaliyyəti Aynen. qiymətləndirilmir. Bəs korrupsiya nədir? Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin statusun və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlərin istəməsi, alması, yaxud bu barədə təkliflər və ya vədin qəbul edilməsi. Habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərin təklif edilməsi və vəd olunması, verilməsi. Qanunun pozulmasına görə hansı məsuliyyət? Deməli, İnzibati xətalar məcəlləsinə uyğun olaraq məsuliyyət, cinayət məcəlləsinə uyğun olaraq, mülki məcəlləyə uyğun olaraq Bəs Xalq Cümhuriyyəti nə zaman yaradılıb? Xalq Cümhuriyyətinin xadimlərini deyə bilərəm. Əli Mərdənbay Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nuray xanım, Səməd düz mən müdaxilə etmək istəmirəm Miri bəyin sualına. Miri bəy sual verir ki, nə zaman yaranıb? Onu istədir. Siz şəxslər düz deyirsiniz, amma yarandığı tarixi istəyir sizdən. Bu sualı cavab verə bilməyəcəm. Mənim suallarım hələ ki bu qədər. Buyurun Gültəkin xanım, siz suallarınızı verin. Nuray xanım, bir daha salamlar. Məlumatlar arzu edirəm sizə. Mənim ilk sualım belə olacaq ki, gənclər siyasətinin məqsədi nədir? Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli, mənəvi inkişafına şərait yaratmaq və onların imkan və bacarıqların reallaşdırılmasında sosial və iqtisadi problemlərin həllinə və hüquqların müdafiəsinə təmin olunmasına köməklik göstərməkdir. Növbəti sualım belə olacaq ki, gənclər siyasətinin əsas prinsipləri hansılardır? Əsas prinsipləri gənclərin vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə, rəmzlərinə, milli mənəvi ümumbəşəri dəyərlərinə bu ruhda tərbiyə olunmasıdır və cəmiyyətin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında idarə etmə, vətəndaş, cəmiyyətin inkişafı sahələrində gənclərin fəal iştirak etməsini təmin etməkdir. Gənclərin siyasətinin həyata keçirilməsi Bu qədər kifayətdir. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri hansılardır bəs? Dövlətin vəzifələri gənclər siyasətində, belə deyim, gənclər siyasəti sahəsində qanunverici aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin gənclərlə iş sahəsində fəaliyyətinin əlaqələndirilməsi, gənclərin hərbi xidmət hazırlanması, gənclərin siyasi sahəsində tədbirlərin həyata keçirilməsi, aztəminatlı gənc ailələrdən sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elm fəaliyyətinin dəstəklənməsi. Kifayətdir. Türkiyə ilə eyni ildə qoşulmuşdu, daxil olmuşdu. Yunanistan. Doğrudur. Və növbəti sualım belə olacaq ki, Azərbaycan ərazisindəki ən böyük rayon hansı rayondur? Ərazisinə görə ən böyük rayon Quba rayonudur. Bəli, mənim suallarım hələlik bu qədər. Mən bəzi suallara keçim. Belə deyim də, Nuray xanım, biz bayaqlar sizlə danışdıq, gənclərin problemləri barədə məlumat verdiniz və inşallah imtahanı keçdiniz və qəbul oldunuz Gənclər İdman Naziri, siz bir işçi kimi qəbul olundunuz və bu gənclərdə işsizliyin aradan qaldırılmasına bağlı nə irəli sürə bilərdiniz, nə təkliflər eləyə bilərdiniz, hansı layihə hazırlanmasında iştirak edə bilərdiniz? Buyurun, bu arada fikirləriniz önəmlidir.
İşsizliyin aradan qaldırılması üçün öz fəaliyyətimi nümunə göstərə bilərəm. Bir dövlət qulluqçusu olaraq gənclərlə bağlı məsələlərdə digər aidiyyatı qurumlarla sıx əməkdaşlıq edərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə işləyərək əmək yarmarkalarının təşkil olunmasında və gənclərə dəstək göstərilməsində köməklik edərdim. Bundan başqa, gənclərimizin Bakı tərəfi qəsəbələrdə və digər rayonlarımızda kənd təsərrüfatına olan meylinin və marağının artırılması istiqamətində tədbirlər həyata keçirərdim. Bəli, siz belə başa düşdüm ki, həm özünüzü nümunə göstərirsiniz ki, dövlət qulluğuna hazırlayıb dövlət qulluqçusu işləyə bilər və yaxud da ki, iş yarmarkalarımız ali savadlı olmayan şəxslər üçün iş məktəbi qurtaracaq, iş yarmarkalarının təşkil edilməsi, orada iştirak etməsi, həmçinin rayonlarımızda, düz də buyurdunuz və Bakı şəhər ətrafında isə kənd təsərrüfatının işlərində gənclərimizin cəlb edilməsi məsələsi. Bəs yaxşı, bu hal-hazırda narkomaniya ilə bağlı olaraq hansı tədbirlər irəli sürə bilərsiniz? Hansı layihələr hazırlaya bilərsiniz? Hansı proqramlar həyata keçirə bilərsiniz ki, o dönəmdə? Buyurun görək. Gənclər arasında narkomaniyanın qarşısının alınması üçün Daxili İşlər Nazirliyi ilə və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərdim. Daxili İşlər Nazirliyi ilə birgə işləyərək gənclərə bu əməlin hüquqi nəticələrini və neçə il azadlıqla məhrum etmə cəzası ilə nəticələndiyini və həbs xarakterli məsələləri aydın şəkildə nümayiş edərdim və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərkən isə o gənclərə narkomaniyanın orqanizmə və gələcək həyata nə qədər mənfi fəsadları əyani şəkildə izah edərdim. Kifayətdir. Qəbul eləyək cavablarınızı. Bəs gənc ailəli yaşı neçə yaş götürülür? 35 yaşa qədər. Niyə 35 yaş? Çünki gənc ailə müəyyən güzəştlərdən və ipotekalardan yararlana bilsin deyə. Müəyyən bir ipotekalardan yararlanırsın. Bəli. Hal-hazırda Gənclər İdman Naziri kimdir? Fərid Qayıbov. Fərid Qayıbov. Və Gənclər İdman Naziri özü harda yerləşir? Gənclər İdman Naziri özü Bakı şəhərində yerləşir. Olimpiya küçəsi 4. Bakı şəhərində yerləşir, Olimpiya küçəsi 4. Bəli. Bəs 2025-ci ildə Azərbaycanda hansı Gənclər idmanla bağlı olaraq hansı tədbirlər keçirilmişdir? Mühüm tədbirlərdən söhbət gedir də. Nələr deyə bilərsiniz? Deyə bilərəm ki, may ayında mini futbol üzrə Azərbaycan Macarıstanı məğlub edərək dünya çempionu olmuşdu. Sentyabr ayında Formula 1 yarışına ev sahibliyi etmişdi və sentyabr ayının 28-də 3-cü MDB oyunlarına ev sahibliyi etmişdir. Bu yaxınlarda tutardı, dünyanı əhatə edən bir idman yarışı keçirildi. Nə yarış keçirilirdi? Bu futbol üzrə dünya çempionatı idi. 11 iyun 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edirdi və İspaniya millisinin çempionluğu ilə başa çatmışdı. Bəs yaxşı, qeyd edə bilərsiniz ki, axırıncı olimpiyada harda keçirilmişdi? Ən son olimpiyada Parisdə keçirilmişdir 2024-cü ilin iyul ayında. Bundan sonraki harda keçiriləcək? Bundan sonraki növbəti olimpiyada Amerika Birləşmiş Ştatlarında keçiriləcək 2028-ci ildə. 2028-ci Amerika. Bəs Tokyo Olimpiyadasında Azərbaycan neçə qızıl medal qazanmışdı? Qızıl medal qazanmamışdır. Bəli, Tokyo Olimpiyadasında Azərbaycan qızıl medal qazanmamışdı. Bəs yaxşı, belə deyək də, Paris Olimpiyadasında neçə qızıl medal qazanmışıq? 2 qızıl medal qazanmışdır. 2 qızıl. Mənim suallarım bu qədərdir. Kifayət edir. Miri bəy, siz buyurun suallarınızı verin. Nuray xanım, deyə bilərsiniz, Gənclər və İdman Nazirliyi hal-hazırda neçənci kateqoriyalı dövlət orqanı? Gənclər və İdman Nazirliyi hal-hazırda 1-ci kateqoriya dövlət orqanıdır. Doğrudur. Diskresiyon səlahiyyət dedikdə nə başa düşürsünüz? Diskresion səlahiyyət dedikdə, deməli, diskresion səlahiyyət o səlahiyyətdir ki, məsəl üçün qanunla inzibati orqana və vəzifəli şəxsə mümkün qanuna uyğun qərarların birini seçmə hüququnun verilməsidir. Buna aid misal üçün nəyi misal göstərə bilərsiniz praktik olaraq? Məsəl üçün, Gənclər İdman Nazirliyində tutaq ki, hansı bir vəzifəli şəxsə yəni qərarlar veriblər və bunu seçmə hüququna malikdir.
Və olmaz. yaxud da ki, tutaq ki, insan tərbiyyə tədbiri tətbiq Bəli. olunmalı. Bilirik ki, 26 insan tərbiyyə tədbiri var dövlət qulu Bəli. haqqında qanun əsasən. Lakin onlardan birinin seçilməsi artıq həmin şəxsin diskresion səlahiyyətidir. Bəli. Yaxşı, deyə bilərsiniz, ümumi müraciətlərə baxılma müddəti nə qədərdir? Müraciətlərə baxılma müddətim 15 gündür. Amma ən 15 gecə 30 gün gündür. ərzində baxıla bilər. Yəni 15 maksimum gün. neçə gün uzadıla bilər bəs vətəndaşın müraciəti? Necə eşitmədim? Maksimum ən gecə neçə gün 30 iş uzadıla günü. bilər? 30 iş. 30 iş günü uzadır, yəni ümumilikdə 60 iş 60 iş gününü günü, bu bəli. əhatə edir. Ən çox 60 iş günü, bəli. Bəs kərzalı haqqında təlumata əsasən sərəncam mahiyyətli sənədləri hansılardır? Deməli, sərəncam mahiyyətli sənədlər qüvvədə olan normativ hüquqi aktlar, bunların tələbləri, yuxarı təşkilatların konkret tapşırıqları, təşkilat tərəfindən onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün səlahiyyətli belə deyim, səlahiyyətləri daxilində cari təşkilatların sərəncamverici və inzibati təsərrüfat fəaliyyətinə həyata keçirilməsi, bir də təşkilatın aparatının işinin hüquqi baxımdan tənzimləmək zərurətinin yaranması. Bu siz sərəncam mahiyyətli sənədlərin yaranmasının əsaslarını bildirdiniz. Ümumi sərəncam mahiyyətli sənədlər əmr, sərəncam və qərar. Üzr istəyirəm, əmr və sərəncam, qərar. Yaxşı, bəs qanunları kim imzalayır? Qanunları Azərbaycan Respublikasının prezidenti imzalayır. Bəs prezident qanunu imzalamasına nə baş verir? Deməli, Azərbaycan Respublikasının prezidenti qanunlar ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Yox, əgər qanun Azərbaycan Respublikasının prezidentinin etirazını doğurursa, o qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytarıla bilər. Doğrudur. Bəs konstitusiya qanunlarını prezident imzalamasa qüvvəyə minə bilər? Xeyr. Doğrudur. Mənim suallarım bu qədər. Gütəş xanım, siz buyurun. COP32 hansı ölkədə keçiriləcək? Efiopiyada. Doğrudur. Dövlət qulluqçularının hüquqları hansılardır? Bunları saya bilərsiniz? Dövlət qulluqçusunun hüquqları dövlət məvacibi almaq, əlavə təhsilin və qulluq vəzifələrinin yerinə yetirilməsi münasibətini nəzərə almaqla qulluqda irəli çəkilmək və dövlət məvacibinin məbləğinin artırılması iddiasında olmaq, başqa əmanətlərdən, depozitlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək, müvafiq orqanlardan və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək, həmkarlar ittifaqına birləşmək, qulluq keçdiyi dövlət Kifayət. ABŞ-da seçkilər neçə ildən bir keçirilir? ABŞ-da seçkilər 4 ildən bir keçirilir. Doğrudur. Bəs hal-hazırda ABŞ prezidenti kimdir? Donald Trump. Bəs ABŞ-da bir prezident maksimum neçə dəfə seçilə bilər? Maksimum 2 dəfə. Doğrudur. Hobbilərinizdən danışa bilərsiniz biraz? Mənim üçün hobbi, belə deyim sizə, asudə vaxtın səmərəli və zövqlə keçirmək, belə deyim, vasitəsidir. Hazırda mənim hobbim velosiped sürməkdir. Bu mənə həm fiziki enerji və zehnimi artırmaq üçün yaxşı bir vasitədir. Gözəl. Və son sualımda mötəbərlik prezumpsiyası nədir? Mötəbərlik prezumpsiyası inzibati icraat zamanı işin faktları və halları ilə əlaqədar fiziki və hüquqi şəxslərin tərəfindən təqdim olunan sənədlər, dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, bu mərtəbar hesab olunur. Fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyi təsdiq edən əlavə sənədlərin və məlumatların tələb olunması qadağandır. Suallarım mənim bu qədər. Bizim suallarımız bu qədər Nuray xanım. Siz yəni sizinlə yekunlaşsa siz zəhmət olmasa çıxa bilərsiniz. Biz ondan sonra bir dəqiqəlik müzakirə eləyəcəyik zəhmət olmasa. Sağ olun. Uğurlar sizə bir daha. Sağ olun. Deməli, yoldaşlar, Nuray xanım mən də bildirim sizə fikirləriniz önəmlidir. Cavabları bildirdi, amma bəzi suallar var idi ki, hiss olunurdu ki, həyəcan məsələsi, çaşqınlıq məsələsi bir balaca hiss olunurdu. Mən belə ümumi dövlət orqanı deyirəm ki, gənclərlə bağlı məsələləri
70-80% əhatə edə bildiyi problemlərini dedi. İşləməyə gəlir ki, özünü göstərə bilər və buna bir müəyyən qədər şans verə bilərik. Məncə 17 bal mən tərəfindən verilir və 17 bal kifayət edər mənim öz şəxsi fikrimdə. Buyurun Miri bəy. Doğru vurğuladınız. Müəyyən suallara həyəcan ola bilər, həyəcan təsiri altında cavab verirdi. 16 balla qiymətləndirildi. Buyurun Gültəkin xanım sizə işləyək. Düşünürəm ki, mənim verdiyim suallar əslində çox böyük bir əksəriyyətini əhatə elədi cavabları. Ona görə 19 bal. Gültəkin xanım 19 bal versəniz, arada məsafə siz həmişə humanist irəlisiniz. Məsafə çox yaranır. Qadın dəstəyi. Bəli. Ona görə müəyyən qədər güzəşt eləyə bilərsiniz, amma ortaq məxrəcə gələk. Neçə bal versəz daha uyğun olar? Mən tərəfindən 17, Miri bəy tərəfindən 16 və siz tərəfindən neçə? Əslində sadəcə orada məni biraz düşündürən bir sual oldu. AXC-nin yaranma tarixini bilməməsi, o da həyəcandan idi çox böyük ehtimal. 18 deyək onda. Olsa 18 var və ortalama xanım 17 bal verilir. Müsahibəni uğurla vurur və sizin də hər birinizə təşəkkür bildirirəm və yoldaşlar bizim yeni bir videolarımız qabaqda gələcək. İnşallah biz Vüqar müəllimlə bir yerdə informasiya ilə bağlı bir video çəkəcəyik. Daha sonra isə elm təhsili ilə bağlı, ekologiya ilə bağlı, statistika ilə bağlı, yerli icra hakimiyyəti orqanlarına bağlı, məhkəmələrlə bağlı yeni videolarımız gələcək. Hər hansı bir suallarınız olarsa, hazırlaşmaq istəsərsiniz, bizə müraciət edə bilərsiniz. Uğurlar, sizə də təşəkkürlər. Çox sağ olun. Bununla da Sağ olun. Hər birinizə uğurlar. Sağ olun.